Azərbaycan Kubokunun final sonrası Qarabağ baş məşqçisi Qurban Qurbanov mətbuat konferansında iştirak edir. Qurban müəllim haqqında fikirlərini belirtəcək. Sonra özünüzü təqdim edərək sağolana bilərsiniz. Salamlayın. Geçen biraz gözlədim sizi. Üzrlə sadəliyim. Yəqin başa düşərsiniz. Hətta meydandan bıraxdım. Ben müsaadələr çox idi. Sonunda soyun gelmə xanımdaydım. Çünki komandan biriyle yola salırdım. Ben de bir komandan düşman yola salırdım. Hemen geleyim dedi. Ona göre biraz üzrlə sadəliyim geç geldim. Ama ben ilk önce sizi təbrik etmek istedim. Sizin üzrə düşən ağır sınır oldu. Siz de bugünü saatlarla, günlerle, aylarla gözlüyoruz. Hansı ki çempionat bitsin. Bugün bizim için bitecekler ama düşünen gene sizin için bitmeyecek. Yine bir gün, 2 gün gene yaracaksınız, yine düşünecek sizlere. Buna göre sizi tebrik ediyorum. İnşallah sizin de her birinize gelecek sezonda gelecek çempionatımızda onlar arzulayalım ve yazılarınız daha da değerli olsun. Okucularınız daha da çoğalsın ve inşallah düşünebildiğiyle bizim bir idmanımızın, yaşayan futbolumuzun inşaatını bilmiyoruz. Kaldı oyuna geldikte ilk önce bütün stadyona gelen arkadaşlar da teşekkür etmek istedim. Ve gergin hamımız için gözlenmez oldu ki bugün bir kadar Azərkeş stadyumunda buluşmuştu. Hem Yekçi Azərkeşlerine hem öz Azərkeşlerimizde, Qarabağ Azərkeşlerine çok sağ olun. Nasıl gelip böyle bir bayram metodolojisi yarattılar burada. Əsl final oyunuydu, əsl final havasıydı. O cümlədən federasiya rəhbərinin şəkildə həqiqətən möhtəşəm bir final oyunu keçirdilər. Bunlar öz yerlərdə peki ən çox əziyyət çəkən düşünürəm ki, futbolçulardır. Bu il düşünürəm ki, futbolçular həqiqətən mən bir məşqçi kimi onlara qiymət verirəmsə, həqiqətən bugün layiq idilər bu kuboku əldə etməyə, hansı ki, çempionatdan bir kuboku. Hər birinə çox sağ ol demək istəyirəm, çox ağır bir sezon keçdi, həm çempionat, həm Avropa oyunları, o cümlədən kubok. Nə qədər olmasa da 3-cü il çempion olduq və ola bilər ki, futbolçularda, çox futbolçularda, çox komandalarda biraz arxaikçilik olur, biraz görürsən ki, oyun sistem pozulur, iş sistemi pozulur. O bugün çox şükür, hamımız bir yerdə rəhbərliklə, məşqçilərlə, futbolçularla və digər bütün heyətlə bunu biz minimum bu səviyyədə saxlamağı bacardıq və sonunda çempionatı tam qalib ayrıldı. Hər birinə bir daha təşəkkür edirəm. Neftçi komandasına mən əvvəl də kimi bildirmişdim və bizim üçün çempionatın ən ağır oyunu olacaq və həqiqətən biz bu oyunun şahidi olduq. Və əvvəl də mən bildirmişdim ki, neftçi komandası həddindən artıq istəklidir, həddindən artıq titul əldə etmək istəyirlər və əfslar olsun, həqiqətən bunu əldə edə bilmədilər və bugün heyətdə 9 səhvlərimiz yerli futbolçu oynayırdı və çoxu gənc və çox oyun disiplinasının nə tərəf olunmuşdur. Düşünürəm ki, bunu sona kimi qoruyub saxlaya bildilər. Baxmayaraq ki, bəzi kollektorlarımız oldu, amma futboldur və düşünürəm ki, sonda vurulan gol bu final oyununu, bu oyunu daha da gözəlləşdirdi və Allah məndən olsaydı 2 kubok olsa daha yaxşı olardı. Bugün bir kubokda Neftçiyə həqiqətən verərdik və onlar da bunu layiq edirlər. O istəkləri ilə, arzuları ilə həqiqətən çox arzu edirlər. Hətta oyundan sonra bəzi futbolçulara yanaşdım, yaxınlaşdım və canlı futbolçulara görən birinin göz yaşı, biri qaşqabağlıdır, biri tam çəkilib kənara. Həqiqətən mən özüm də pis oldum, çünki mən də bu yolu düşmüşəm. İnşallah səbirli olmaq lazımdır. Düşünürəm ki, Azərbaycan futbolu üçün çox perspektivli futbolçular var Neftçi komandasında. Onların hər birini olmalı arzulayıram. Və rəhbərlik gəlib bizi təbrik elədir və son 20 halında Neftçi rəhbərliyi və mən də onları təbrik edirəm. Həqiqətən böyle bir komanda yarattıqlarına görə baxmayaraq bu sezonda hamı rəhbərlikdən də yazdı, hamı komandadan da, futbolçulardan da həqiqətən onlar çox ağır bir sezon keçdi. Amma bugün görürük ki, bir neçə Azərbaycanlı futbolçu olmuş. Gələcəkləri yaxşı olan və böyle bir futbolçular olmuş. Və
sonunda çok şükür bu kubok kazandık. Həqiqətən mən bildirirdim ki, yəni çempionat tam fərqlidir. Bu kubok ümumiyyətlə yəni tam başqa bir prestijdir. Və belə çox sevincliyəm. Bu bizim belə deyək, həm komanda olaraq, həm də məşqçilik karyeramda bir kiçik bir uğurlar yenə imza atdıq. Bunlar nə qədər biz uğur əldə eləsək də, bunlar hamısı belə deyək, çox asandır. Bunu qoruyub saxlamaq bizim üçün çətindir və biz əgər daha yaxşı komanda olmaq istəyirsə, daha yaxşı futbol oynamaq istəyirsə, mütləq daha çox çalışmalıyıq, daha çox məşq etməliyik, özlərimizlə çox işləməliyik və əlbəttə ki, nə qədər mən bunu futbollardan tələb edirəm, çox sadə olmalıyıq. Və hər birinə bir daha təşəkkür edirəm, sizlərə təşəkkür edirəm və qarşıdakı istirahətdə hepinizə olmalardan yaxşı istirahətlər. Burada. Bu konuda təbrik edirəm. Oyunun ortalarında Neticinin oyuncuları bir neçə epizodda şərt oynadı. Aşağı Reynalcı'nın da Danikin zədələnmiş. Hətta siz özünüzdə onların məşqçisini etiraz edədiniz ki, yəni belə sərt oyuna ehtiyac yoxdur. Elə bir an oldu mu ki, istədiniz ki, yəni Reynalcı'nın oyundan araşır, çünki gələcəkdə sizə bu oyundan daha vacib olmalıdır. Olmadı. Yəni futbolda səhvliyi mütləq olmalıdır. Mən əksində tərəfdarıyam ki, daha da səhv oyun geçsin. Əlbəttə ki, biraz belə zədələrdən uzaq olmaq lazımdır. Əgər başqa düşüncə ilə oyuncu getmirsə, hər hansı bir zədə oyuncu getmirsə, heç bir problemi yoxdur. Əksinə düşünürəm ki, bu oyun bizim Avroliqadakı başlanğıcımız üçün çox böyük bir kömək oldu. Həm futbolçuların səbirli olması, futbolçuların gözlüğü olması, 120 dəqiqə meydanda olmaq bu sezon sonunda elə də asan bir işləmir və 120 dəqiqə düzgün, səbirli futbol oynamağa elə asan bir işlədir. Mən bugün bunu gördüm meydanda və sadəcə düz deyirsən, biraz bəzi reaksiya edir, amma normal açılır məşqləri yox və 4-cü hakimə deyilim ki, bəlkə biraz sakitləşdirsin, yəni onu sakitləşdirsin, amma düşünürəm ki, yaxşı idarə olun oyun və səhvliklə də bizim xeyrimiz oldu inşallah, faydası oldu. Bir də bununla ikinci sınavlarında Rəşad Sadıqovuna maksimum yerlərini dəyişdi. 10 dəqiqəlik təxminən bir müddətdə. Amma yenidən qarşıdakı söz verilməli. Bu maksimum zəif oyun çıxışı ilə əlaqədar idi ya, futbolçular özləri istəmişdir. Yox, yəni siz əgər bəlkə son adamla oyunda da fikir verdiniz, orada da bəzi onun geçərli oyuncuların yanında sadəcə arxada biraz mövqe dəyişiklikləri, hansı ki, bəzən məşqçi tapşırıq verir ki, məsələn, öz qarşısındakı oyuncularla konatın aydasın. Bəzən onu o öz qarşısını görməyəndə istərsində biraz belə deyək, çaşqınlıq yaranır. Belə bəzi dəyişikliklər oldu, bu bilmişdir. Biz bunu Azalan oyunda bəzən gördük ki, Rəşada qarşı təqədə qoydular, hansı ki, Rəşad meydan mərkəzinə getdi və Muhammed İlkə o oyundan sonra kimi getdi meydan mərkəzinə, yəni hücumçuydu. O da getdi oyundan, amma bizim orada daha asan topla hücum qurmağımız daha da rahat asanlaşdı. Belə onu dəyişdi, amma sonra gördük ki, biraz daha da arxaya çıxamalıyız, ondan sonra Rəşad tam yerində və belə qurmağa başladı. Çempionlar futbolun klası sahibi. Burada mən əlavə vaxtda Richard Almeida'nı meydandan çıxartır. Penalti ustasını meydandan çıxartır. Hansı ki, artıq penalti seviyesində dəqiqələr qalmışdır. Bu qədərini penaltilərdən qaçmaq istəyirsiniz ki, mütləq gol vurulsun və oyunun müqəddəratı meydanda həll olsun, materyalda. İstəyirdik açılır. Çünki penalti bugün əgər bizim qismətimizdə var idisə, penalti olsa da biz qalib gələcək. Yox idisə, tam əksi olacaq. Amma Richard həddindən artıq çox yorulmuşdu. Çox şükür bu meydanda. Bəzi eksonlarda fikir verirsə, gücü yox idi, amma yenə qaçmaq istəyirdi. Biraz
biraz ehtiyat elədim ki, yani sonra kimi saxlanmıyor. Və bir tərəfdən sonunda düşündüm ki, belə müəllim bəlkə oyun belə deyəcəm, oyunun geçişində sonra bir 10 dəqiqə almış, 15 dəqiqə oyun tam sağ tərəfə keçdi. Hapsi orta hücumlar olmaya başladı və biraz bizim sol hücumcu mövqeyimiz boşluqlar oldu. Mikel, Dani, Neçə, Ötürnaq. Uzaq küncə belə deyək, yəni oyuncu olmaq. Çatışmalı olsun. Ona görə müəllim haqqında ki, həmin o boşluğu doldursun və belə normal, amma Richard həqiqətən bugün çox şükür edilir. Belki de bunu Elizabeth Sport'ta biraz sual verilmişse ben bir gelişmesi karşılaşma tarihini 90 dakika ilerleyebilirsiniz. Yani size neler bahsetmediğinde çalışmakta onun halini 90 dakika ilerleyebilirsiniz. Bir de ki rakip arkadaşlarımız soruyordu yani penaltı seviyesindeki ve orada uzun atması, ne kadar yoğun bir isteğinde yani bu işlemesi sonlarına yaklaşıyor. Yani ilk 90 dəqiqədə düşünürəm ki, son məktəbə qoymaq çatmadı. Hansı ki, eyni sayılardan da gəldim. Doğru çoxları oldu. Mahirdə, Romanlıqların içində, Sibərdən yanına çıxardım. Amma ümumiyyətcə, belə tək oyunlarda, final oyunlarında həyəcan futbolçularda daha çox olur. Gəlginlik daha çox olur. Nə qədər biz onu hazırlaşsak da, nə qədər biz onları psixoloji oyunu hazır etsək də, mütləq onun ilk dəqiqələrindən göründüyü ki, biraz həyəcan var futbolçular. Məncə biraz həyəcanlı buna görə biraz sonraqlarına olmaq çatmadı. Amma yaxın dəqiqələrdə gəldikdə, yəni özüm başda olmaqla futbolcuların tələbi o idi ki, yəni biz oyunun sonuna kimi tam səbirli olmaq. Ola bilər ki, 90 dəqiqə var, ola bilər ki, 110 dəqiqə, ola bilər ki, 120 dəqiqədə, ola bilər penallaşmaq. Biz çalışar inşallah düzgün oynamağa, nəticə üçün ən doğrusunu etməyə, qalib gəlməsə gec problem olmuşlar. Belə yəni, bu nöqtəyə nəzərdən yaxın oyuna yanaşdıq və bəzən belə olmağı belə deyək, yəni daha keyfiyyətli olur. 90 dəqiqə olsaydı bəlkə azarkeşlər futboldan belə deyək, yəni az qədər qalardı. Amma 120 dəqiqə olması bəlkə o azarkeşləri biraz da futbolu onlara daha da sevdirdi. Məncə bunun işte xeyir var da belə əlbəttə ki, 90 dəqiqə oynayan futbolçular tez istirahət etsinlər, amma bizim düşünmədiyimiz şeylər var ki, bəzən biz onlara işlətmiyoruz. Bir de Reynaldo'nun oyunun son 102. dəqiqədə Reynaldo Ahmet'e meydana bir başarılarına Reynaldo yani futbolçuya hareketine bağlı edebiliriz. Neden Reynaldo'yu yavaş koyarken? 122. dəqiqədə deyiləsi bir söz yoxdur. Çünki 120 dərəcə Ramos'u götürək məsələn, istər-istəməz biri uduzur, digəri udur və öz oyunu, belə deyək, yəni komanda yoldaşına səhv getirər. İstər-istəməz biraz psixoloji dəyişiklik həmən olacaq. Belə 122 dəqiqə belə bir şeyin olması, halın olması, orada Reynaldo tam səhv getirmədi. Açıqda biraz çox qarışıq istədi ki, gözünü qabağındaydı. Amma normal, Faris sadəcə düşünəm ki, çox taktik rol elədi ki, oyunu sakitləşdirmək üçün bir orada bir də son dəqiqə. Belə normal, bugün, yəni belə deyək, yəni futbolçulara heç bir problem yoxdur. Çünki əgər onlar 120 dəqiqə, yəni futbolcu özlərini normal, düzgün aparırlarsa meydanda 20-22 dəqiqə bunu keçmək olar. Bunun bağışlığı olar. Uğurla təbrik edirəm. Artıq mövsüm bitdi, indi Çempionlar Liqasında maraqon başlayır. İndi hamının düşünülən bir şey var. Heyətə əl gəzdiriləcək hansı mövqelərə, xüsusilə hücumçu mövqeyinə, oxucuların sualları var ki, hücumçu mövqeyinə kimlər alınacaq? Ağınızda varmı belə gözaltı elədiyiniz futbolcu? Təbii ki, ağ çəkməyəcəksiniz. Amma indidən nə bilmək istəyir? Ən azı var mı? Düşünürsünüzmü hücum mövqeyinə futbolcu alınacaq? Açıqdır, 2 aydır. Bir neçə variant əldə etmək imkanı oldu, sonda alınmadı. Amma mütləq oyunu bir axtar oyuncu, o bəzən bizim
ölkə xaricində axtarırsınız? Xaricində axtarılır və nə vaxt tapsaq, olur bəlkə hazır olaraq olur bəlkə ilk turda, olur bəlkə ikinci turda, inşallah keçsə. Belə nə vaxt və yaxud olur bəlkə heç tapmır. Çünki deyirək ki, sonrası belə deyək, minimumumuz 40 işimizi qoyub saxlanılır və belə qərar verilir bizim yerədə. Bəzən yanılır, bəzən uğurlu alınır, amma Səmər Yedisi Sportdan bir sual vermək istəyirəm. Dediniz ki, hücumçunu xaricdən axtarırsınız. Bizim klublarda yoxdurmu sizin istədiyiniz kriteriyalara uyğun futbolcu? Məsələn, Qəbələ bizə gələn bizim məlumata görə artıq Neftçinin bir neçə futbolçusuna təklif göndərib. Yəni, Neftçidən məsələn bəyəndiyiniz futbolcu varmı? Yəni, sizin kriteriyalara uyğun, hansı ki, Qarabağda olacaq? Neftçidən bəyəndiyim oyuncular var, amma biz Neftçidən kimi versək, istəsək hal-hazırda verməzlər. Digər tərəfdən bizim belə bir fikrimiz olsa, rəhbərlik xəbər etmədən biz futbolçuları çıxıdan çıxarmalıyıq. Nə qədər meydanda biz bir-birimizə rəqib olsaq da, amma kluba bizim həmişə çalışmışıq ki, kənd daxili rəhbərlik səviyyəsində əvvəlcə, sonra futbolçunu əldə etmək. Amma belə Azərbaycanlı futbolçular əldə etmək çətindir və belə deyək, bizim bəyəndiyimiz futbolçuların da müqavilələri var, biz onları işlə görürük. Buna görə hal-hazırda bizim digər mövqələr, hansı ki Azərbaycanlı futbolçulara belə deyək, lazım olan mövqələri onlardan istifadə edirik, amma limitimiz var ki, biz legələr əldə edirik bilərik. Limitinin qətində bizdə Mahir də var, hansı ki cavan, oyunlarda çalışırıq. Daha inkişafı üçün, ətrafında nə qədər yaxşı futbolçular olsun, nə qədər təcrübəli futbolçular olsun, inkişafı üçün böyük bir səbəb ola bilər. Sizdən öncə Tarıq bəy bildirdi ki, ulduz futbolçunun alınması üçün Qurban müəllimin qarşısında yaxşı işədə sponsor tərəfindən. Belə bir fikriniz var ki, siz rəhbərlik tərəfiyyəsi hansısa ulduz futbolçunu gətirəsiniz? Açığı belə deyək, mən rəhbərlikdən heç vaxt tələb etməmişəm ki, mənə hər hansı futbolçunu alaq. Sadəcə mən öz iş prinsiplərini onlara getirmişəm ki, bu mövqəyə futbolcu lazımdır. Ulduz futbolcu dedikdə bizim də futbolcularımız var. Bu səviyyədə bəzən ulduz futbolcu deyəndə tam başqa futbolcular nəzərə tuta bilərik. Amma ulduz futbolcu bizə bugün nə verə bilər? Bu böyük bir sualdır. Onunla biz nə cür inisiyatif qura bilərik? Böyük bir sualdır. Sadəcə bizə ulduz olmadı, bizim oyunumuza uyğun bir futbolcu olsun. O peşəkar olsun, öz peşəsini futbolunu sevən olsun, hörmət edən olsun. Amma ulduz futbolcular bəzən problem yaradırlar. Bu da düşünürəm ki, klubun həm ziyanlı olur, həm də ki, qarşı futbolçular üçün ziyanlı olur. Əgər uyğundursa, insani keyfiyyətləri yaxşıdırsa, öz peşəsini sevəndirsə, ulduz və yaxud qeyri-ulduz bizim üçün fərqi yoxdur, əsas futbolcu olsun. Bu mənim transfer mövzusunun davamı olaraq bugün gələn məlumata görə sizin komanda artıq Qəbələ müdafiəçisi artıq razılığa gəlir. Ümumiyyətlə, maraqlamaq istəyən futbolçu hansı keyfiyyətlərini görə sizin diqqətinizi cəlb elədiniz və onun yarışından sonra komandanız, belə deyək, sxemində, heyətində hansı dəyişikliklər baş verəcək? Yalan deyə bilmərəm, bəli. İstiqalda bağladım ondan. İnşallah, bizim komandamızın futbolçuları. Keyfiyyət nə səbirləndirirsiniz? Deyərik onu. Deyərik onu və ilk növbədə Azərbaycanlıdır. İlk növbədə həm solda, həm sağda vaxtlarında oynaya bilir. Sonra biz keçən ildə biraz heyət rotasiya etdik, hansı ki, çox faydası oldu. Get-gedə biz düşünürük ki, bizim oyun sistemini qoruyub saxlamaq üçün mütləq
ən azından müdafiədə bizim problemimiz olmalı deyil, ən azından yarı müdafiədə bizim problemimiz olmalı deyil. Qalan hissədə düşünürəm ki, biz hər hansı bir dəyişiklik edib, onu qoyuyoruz. Çünki yaxşı komanda qurmaq üçün mən belə düşünürəm ki, bəzən deyirlər ki, yaxşı hücumçular lazımdır, amma bizim sənə komandaya biz əvvəlcə müdafiədə öz oyunumuzu düzəltməliyik, daha da etməliyik. Yavaş-yavaş sonra yarımlarda və sonra hücumlar daha çox diqqətlərim alır. Ona görə ayrı düşünürəm ki, bizim oyun üstümüzdə uyğun bir oyuncudur. Hansı ki, hücuma meyillidir, hansı ki, hücumda daha çox iştirak edən bir oyuncudur. Və belə olduğu halda düşünürəm ki, hər an istədiyimiz an həm solda, həm sağda istifadə edirlər və istənilən dəyişikliyi edirlər. Herhalde onun gəlişi Ansargunun gedişinə bir işarə deyil. Yox, hansı onun qaqasıdır, hərəkətdir və hansı ki, peşəkar futbolçu, mən düşünürəm ki, gəncləri böyük örnək. Baxın, bu yaşında çox böyük örnəkdir. Ümumiyyətcə, hansı belə bir 11 futbolçu olsa, istəyərəm ki, hansı ki, o xarakterdə, o yəni elə peşəkar olmasını olaraq 11 futbolçu istəyərəm. Hocam, bir də sonrası tahammül edən sual verməyə, Arsa toplanışına bağlayan hazırlıq bəlli yəni toplanışına bağlayan fikirləriniz var bunlar, kimdən qarşı taxtır, necə belə Açıq ayın 16-sı inşallah uçacağıq. Yəni İstanbul və Münhen 16-sı orada olacaq, ayın 17-sindən məşqlərə başlayacaq. Və digər milli komandalarımızdan ayın 19-u gələcək. Yalan belə qalır işqatmadan asılıdır ki, neçəsinə günümüz orada qalacaq. Əgər ilk oyun burada olarsa, arada ayın 6-sı, 5-i ola bilər, 7-si belə demək Bakıya. Yox, əgər səfərdə olarsa, onda o oyundan sonra gəlmiş. Ola bilər ki, işqatmanın nəticəsini görə bilər, yolculukları yoxdur, döşün keçirdə bilər, müəyyənləşdirəsiniz. Yəni, ilk oyun ayın 25-ində olacaq, inşallah. Nəqə qaynaqdır? Açığı komandanın adını deyək, Innsbruck, Avstriyanın ikinci liga komandası. Innsbruck Berlin. Və digər 3 oyun, yəni bu hələ ki biz ola bilər ki, biraz pauza edək və dediyim kimi məqsədlərə uyğun oyunlar seçək. Ona görə biraz əvvəlcə deyildir və əlavə 3 oyunumuz olacaq. 25-i bizə əlavə 3 oyun.